Kanalımıza müraciət edən Masallı rayon sakini Masallı şəhəri 20 yanvar küçəsində yerləşən Cənub Mal Ticarət Mərkəzinin icraçı direktoru Afər Cahangirov bir sıra iddialarla çıxış edib. Onun sözlərinə görə ticarət mərkəzinin arxasında yerləşən təxminən 1,2 hektar ərazini əhatə edən torpaq sahəsi uzun illər baxımsız qalıb və məişət tullantılarının atıldığı yerə çevrilib. Şikayətçi bildirir ki, ərazini təmizləyərək abadlaşdırıb, gələcəkdə burada ödənişsiz avtodayanacaq yaratmaq və yeni iş yerlərinin açılmasını planlaşdırıb. Afər Cahangirov iddia edir ki, bu işləri həyata keçirmək istəyərkən Masallı rayon icra hakimiyyətinin rəhbərliyi və qurumun əməkdaşı Zamin Kazımov tərəfindən ona maneələr yaradılıb. Görülən işlərin dayandırılması tələb edilib. Şikayətçinin sözlərinə görə bəzi qanunsuz tikililərə müdaxilə edilmədiyi halda özünün qanuni hesab etdiyi tikinti işlərinə qarşı söküntü ilə bağlı göstəriş verilib. Afər Cahangirov ölkə başçısı İlham Əliyevin sahibkarlığın inkişafına göstərdiyi dəstəyi xatırlayaraq, məsələnin araşdırılması və iddialara hüquqi qiymət verilməsi üçün prezidentə və aidiyyatı dövlət qurumlarına müraciət etdiyini bildirib. Qeyd edək ki, yazıda yer alan bütün fikirlər şikayətçinin şəxsi iddialarına əsaslanır. Cahangirov Afər Nadiroğlu, Masallı rayon Ərkon qəsəbə sakini, eyni zamanda Masallı şəhəri 20 yanvar küçəsində yerləşən Cənub Mal Ticarət Mərkəzinin icraçı direktoru. Mənim müraciətim cənab prezidentimiz İlham Əliyev və aidiyyatı qurumlaradır. Müraciətimin məğzi bundan ibarətdir ki, uzun illərdir ki, mənim istifadəmdə olan Masallı rayonu 20 yanvar küçəsindən Bilək çayının sol sahili ərazisində yerləşən, uzun illər mənim istifadəmdə olub, baxımsız qalan 1,2 hektar ərazidən. Onu da nəzərinizə çatdırım ki, həmin ərazi mənə qədər çox baxımsız halda olub, bərbad vəziyyətdə olub. Mən o ərazini götürəndən sonra rayonumuzun inkişafı üçün, çıxılmaz vəziyyət yaradan, tıxac probleminin aradan qaldırılması üçün həmin ərazini pulsuz dayanacaq yaratmaq, xalqın istifadəsinə vermək üçün və orada iş yerləri açılması üçün sərmayə qoydum. O sərmayəni qoymasını mən Masallı rayonundan, başqa bir rayondan sahibkar dəvət etdim. Sonralar isə mən bu abadlıq işlərinin aparıb utanmağı az qalmış, rayon icra hakimiyyətinin sürücüsü adıyla rayona gələn, hal-hazırda rayonu bütöv idarə etməni əlinə alan Zamin Kazımov gəlib mənə o ərazini ona verməyimi, boşaldıb ona verməyimi və oradan uzaqlaşmağımı təklif edir. Mən də ona iradımı bildirdim ki, yəni mən bu ərazini abadlaşdırmışam, bu vəziyyətə gətirmişəm. Dedi, əgər bu ərazini axıra qədər işlətmək istəyirsənsə, biz dediyimiz şərtlərlə razılaşmalısan. Yəqin ki, məni dinləyənlər başa düşür ki, onların şərtləri nədən ibarət ola bilər. Mən onların şərtlərinə razılıq vermədikdə, mənə süni maneələr yaradıldı. Lazım oldu, olmadı. Komissiyalar göndərildi. Təzyiqlərə başladılar. Mənim mülkümü, mənim əlimdə olan ərazini qəsb eləmək istədilər. Rayon icra hakimiyyətinin başçısı Araz Əhmədov bütün bu olanlara biganə yanaşması, hətta özünün birbaşa bu işlərə müdaxilə eləməsi, qanunsuz olaraq gəlib məndən ərazini boşaltmağı tələb etməsi və bu ərazini məndən alıb Zaminlə dostluq edən işbazlara verməsi çox qaranlıq məsələdir. Rayon icra hakimiyyətinin başçısı, ulu öndərimizin davamçısı, Ali Baş Komandanımız İlham Əliyevin etimad göstərdiyi bir şəxs Masallı rayonuna, 228 min əhalisi olan Masallı rayonuna rəhbərlik edən ancaq 2-3 nəfərə xidmət edən. Bu çox maraqlı məqamdır. Onu da nəzərinizə çatdırıram ki, mənim həmin o adı çəkilən 1,2 hektar ərazimin qonşuluğunda olan qanunsuz tikilinin sahibinin şikayəti əsasında rayon icra başçısının rəhbəri Araz Əhmədov şəxsən gəlib ərazidə sökülmə qərarını verməsi çox maraqlıdır. Ən azından Araz Əhmədov
əraziyə gəlməmişdən bizi dəvət edib aidiyyatı qurumlardan bizim sənədlərimizi yoxlatdırmalı idi və bizim sənədimizin olub-olmaması ortaya çıxandan sonra qanuni çərçivədə qərar qəbul olunmalı idi və icra olunmalı idi. Lakin Araz Əhmədov Zamin Kazımovun diktəsi ilə özü sürücü olduğuna baxmayaraq memar da odur. Hüquq şöbəsi də odur. Onun qərarı olmadan, onun razılığı olmadan hər hansı bir məmurun qərar qəbul etmək səlahiyyəti yoxdur. Zamin Kazımovun bu hegemonluğu ucbatından Masallı rayon icra aparatından son dövrlərdə bir neçə ixtisaslı məmur vəzifəsindən öz ərizəsindən uzaqlaşmışdır. Xahiş edirəm, cənab prezidentimiz, Masallı rayonda baş alıb gedən qanunsuzluqların aradan qaldırılması, sahibkarların Masallı rayonuna sərmayə qoymasına süni maneələr yaran, Araz Əhmədovun rəhbərliyi altında fəaliyyət göstərən Zamin Kazımovun son dövrlərdə Masallıya gəldiyi dövrdən bugünkü günə qədər gördüyü işlərin araşdırılması, Masallı rayonunda bunların hakimiyyəti dövründə aparılan aballı quruculuq işləri, tenderlər, bütün fəaliyyətlər, alqı-satqılar, torpaqların qanunsuz sənədləşmələri, qanuni obyektlərin sökülməsi, qanunsuz obyektlərin tikilməsini araşdırasınız. Məsələ ilə bağlı Masallı rayon icra hakimiyyətinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Nəsib Bağırov sorğunun cavablandırılacağını bildirsə də, lakin heç bir cavab təqdim edilmədi. Videoda adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.